Test yaratmaq üçün əvvəlcə universitet.app ünvanına daxil oluruq. Daxil ol və ya giriş düyməsini basdıqdan sonra Google hesabımızla platformaya girişi tamamlayırıq. Platformaya daxil olduqda bizi müəllimin iş paneli qarşılayır. İş panelində yeni test yaradın düyməsini basırıq. Açılan səhifədə yaratdığımız testin adını və bu test əsasında keçirəcəyimiz imtahanın müddətini daxil etdikdən sonra test yarat və suallar əlavə et düyməsini basırıq. Artıq yaratdığımız test iş panelinə əlavə olunmuşdur. Buradan istədiyimiz vaxt yaratdığımız testə daxil olaraq suallar əlavə edə bilərik. Gördüyümüz kimi test yeni yaradıldığı üçün boşdur, yəni testimizdə hələ ki sual yoxdur. Testimizə sualları sürətli şəkildə əlavə etmək üçün süni intellekt dəstəyini aktivləşdiririk. Süni intellektin köməyi ilə tək-tək sual yaratmaq əvəzinə materialdan sual yarat düyməsini basırıq. Açılan səhifədə mətin qutusuna hər hansı bir mövzunu daxil etməklə sürətli şəkildə suallar yarada bilərik. Materialı internetdən və ya hər hansı sənəddən kopyalayıb mətin oxuma hissəsinə yapışdırırıq. Yaratmaq istədiyimiz sual sayını seçdikdən sonra sualları yarat və baxış keçir düyməsini basırıq. Budur, proqram bir neçə saniyə ərzində verilmiş mövzu üzrə suallar yaradır. Suallara sürətlə nəzər salıb, faktoloji və ya qrammatik səhvlərin olub-olmadığını yoxlayırıq. Hər şey normal görünürsə, sualları imtahana əlavə et düyməsini basırıq. Suallar dərhal testə əlavə olunur. İstəsək, testimizi çap edə bilərik və ya bu test əsasında tələbələrimizlə canlı imtahan keçirə bilərik. Hər hansı bir suala şəkil əlavə etmək istəsək, yaratdığımız testi açırıq, şəkil əlavə edəcəyimiz suala aid olan düzəliş edin düyməsini basırıq. Suala şəkil əlavə etdikdən sonra düzəlişi təsdiq edirik. Yaratdığımız hər hansı test əsasında canlı imtahan keçirmək üçün müəllimin idarəetmə panelindən imtahanı başlat düyməsini seçirik. İmtahan sessiyası üzrə tənzimləmələri etdikdən sonra imtahana start veririk.